Salam. Bugün sizlərə ən çox edilən səhvlər mövzusunda növbəti sual izah edirəm. Sual: AC ilə bitən elm adları mathematics, physics, statistics. Bunların xəbərləri hər zaman təkdə olur. Physics is my favorite subject. Əgər bu ifadələrin qarşısında yəlik əvəzliyi və yaxud da article D gələrsə, məna dəyişir. Hesablamalar, statistika, biliklər mənasında işləndiyinə görə cəm xəbər qəbul edir. Nümunəyə baxaq. His mathematics are weak. Yəni ona aid olan hesablamaların riyazi bilikləri zəifdir. The statistics show that, statistik məlumatlar göstərir ki, burada the statistics qarşısında z article olduğuna görə xəbər show cəmdədir. Növbəti suala baxaq. Məsafə və ölçü bildirən ifadələr. 100 meters. Məsafə, çəki, vaxt və məbləğ bildirən ifadələr formaca cəm görünsə də, məzmunca bir vahid hesab olunduqları üçün xəbərləri tək olacaq və there is-də ifadələrdə də xəbər is-də ifadə olunur. Is yerinə aryasız bu variant səhvdir. Gəlin nümunəyə baxaq. 100 meters is a long distance. Göründüyü kimi xəbər təkdədir. There is 100 meters left. Videonu bəyənməyi və paylaşmağı unutmayın.